Deyəsən bu damını yoxdur, gedə görə nə məsələ? Nədir Orxan, nə tapdın orada? Əzizlərim, sizlər üçün ideal bir Pajero çağırdırıq satdığı. 2007-ci il mühərrikdə işlək vəziyyətdə, səsli belə gəlmir. 3 motor. Avtomobil çox ideal vəziyyətdədir. Orijinal, gördüyünüz kimi yığılma yox, orijinal. Lexus variantı, Mitsubishi'nin özünün faraları, əzizlərim. Çox əla vəziyyətdə. Bu avtomobil. Göstər. 7 nəfərlik, tam əla vəziyyətdə. Damına qədər. Udar, vuruq. Damına məsələn bir kraska dəyməkdə. Udar, vuruq, dəyişir detal qətiyyən yoxdur. Yalnız bu avtomobildə xoşuma gəlməyən oldu ki, təkərləri zəifdir. Motor qapı ideal vəziyyətdə. Elçin, göstər. Çox səliqəlidir. Yukuna kimi var. Amma bu tərəfdən əyləşin. Mühərrik var, amma səsi yox. Hoca atım gör motor var burada. Var. Çox səliqəli. Çox səssiz işləyir maşın. Bir dənə siz Allah, görün nə gözəl monitor qoyublar. Lexus variantı. Buranın abifkası option dəyişib, arxa görüntü kamerası, ön oturacaqların isidilməsi, gördüyünüz kimi. Kondisioner pes hamısı işləyir. Multiskan 290 mində kilometr yürüş. Mühərrikdə ötüzə bu seçməsi belə keçirməyə belə bilinmir ha. Salon əla vəziyyətdə, lükuna qədər hamısı işləyir. Əzizəm, cəmi 15.800 manata. Gülməli qiymətə. Kim istəsə buyura bilər. Gəlsin, götürsün, aparsın. Çox sağ olun, var olun. Bu tərəf göstərmişsənsə maşını. Bu tərəf göstərməm. Amma həqiqətən çox səliqəlidir. Hələ o Lexus'un monitoru var ha, rahat 600 manat var ha. Çəkirsən, imkan verəcəmət maşını göstərsin. Doğramaz başlayır. Çox əla, həqiqətən çox səliqəli maşın. Həddindən artıq çox səliqəli. Əzizlərim, qəbra. Əzizlərim. Cəmi 15.800 manata. Gəlin, gözün aparın. Yanmırıq, işləyirik. İncimirsən zarafatdan mı? Sağ ol.